Uvernant bağı. Bakılıların ən sevimli yerlərindən biri. Buranın gözəlliyini mən sizə inandırım, Bakıda da heç yerdə tapmaq mümkün deyil. Bura elə bir İçəri şəhərlə Bayır şəhərin sintezidir. Bir də buranın xüsusi gözəlliyi bir üstünədədir. Bu yaşıllığın içində hətta tutu quşlar da var. Eşidirsiniz, sesləri də gəlir. Biz buranı tanıyardıq Əlyağa Vahid Çayevi kimi. Yadımızdadır. Hələ mənim rəhmətli babam da o qədər gəlib bura ki. Demək olar ki, şəhərimizin karifeyləri, ən xod gedən musiqiçiləri, bəstəkarları, ümumiyyətlə hörmətli ağsaqqallar gələrdilər, bax bu Əlyağa Çayevində oturardılar. İndi zamanı dəyişib. İndi Əlyağa Vahid Çayevi məzunlar üçün bir yerdir, hardır ki, onlar xatirə şəkillərini çəkdirirlər. Bu fontanı bir ara rekonstruksiya elədilər. Bəli, möhtəşəmdir, gözəldir. Baxırsan buna, adama ləzzət eləyir. Yəni, xüsusən də turistlərə daha çox ləzzət eləyir. Amma mən sizə deyim, o köhnə fontan var idi burada. Çox belə maraqlı bir dənə bir belə abidə formasında, içərisi şüşə ilə. Həmçində baxın, bu qıraq yerlərində indi buranı biraz başqa cür inşa ediblər. Bax, belə bir qayalıqlar var idi. O qayalıqların da içindən şollar suyu. Yəni, rəhmətli Zərifə xala demişkən Allah suyu çıxardı. Yayın istisində gələrdik. O sudan çox böyük bir ləzzətlə içərdik. Yadımda da o vaxt uşaqlıqda xəstələnəndə rəhmətliklər həmişə gətirərdilər mənə bura. Bax, buralarda inandırım sizə artıq o qədər də dəqiq yeri yadımda deyil. Amma burada bir sağlamlıq mərkəzi var idi. Adı da Zona Zdarovya idi. Orada bilirsiniz necə idi? Yəni belə Sovetdən qalma belə müəyyən tibbi avadanlıqları idi. Məsələn, inqalyasiya eləyirdik, sonra UVC, müəyyən nəsə bir işıq boğazın içinə salırdılar. O da güya adamı sağaldırdı. Güya nədirsə, amma doğrudan mən sizə deyim, sağalırdıq ha. Hətta həmən o inqalyasiyanın dadı indiyənə kimi mənim ağzımdadır. Mənə həmişə elə gəlirdi ki, hələ bir nəsə bir belə birtəhər vanil, marojna tamı verir, belə o xüsusi plasmas qoruğular. Amma içinə min cür, yəni otlar qatırdılar, evkalipt, nə. Gəlirdik bura, təbabət alırdıq, xəstə gəlirdik, sağlam gedirdik. Sən demə, amma əsas o başqa məsələ idi. Əsas bilirsiniz nə idi? O idi ki, adamın yanında əzizləri, yaxınları, sülh, əmramanlıq, sabahsı günün dərdini çəkmirdik, problemlər haqqında düşünmürdük və bu ətrafdakı, bax, hələ indiki kimi gördüyünüz kimi də həmişə bu qədər gözəl idi. Doğma Bakımızın ən gözəl yerlərindən birindən, Uvernant bağından qəlbdən qəlbə.